nəsə diskriminant hesablamaq lazım idi. Bu Biz de onu hesablamışsınız, yəqin ki eləmişsiniz, köklərini tapmışsınız falan peşməkən. Heç nə, bəli. Amma yəni ki, o əslində orijinal həll yolunda bizim belə bir məqamımız var ki, diskriminantın aldığı qiymətə görə biz 3 dənə fərqli yol izləməliyik. Diskriminant sıfırdırsa, deməli bizim cəmi bir dənə kökümüz var. Diskriminant müsbətdirsə, bizim 2 dənə kökümüz var. Diskriminant mənfidirsə, o zaman bizim ya real köklərimiz yoxdur, ya da ki bizim köklərimiz var. Okay? Deməli, əslində elədir. Yəni bizim indiyənəcən istifadə elədiyimiz bütün şeylər, kodlar və ya istifadə elədiyimiz, yazdığımız bütün algoritmlər ardıcıl algoritmlər idi, xətti algoritmlər idi. Yəni ki, biz ardıcıl şəkildə müəyyən əməliyyatlar edirdik. Yəni ki, bu əməliyyatı görürdük, bundan nəticə aldıqdan sonra növbəti addıma keçirdik, ondan sonra növbəti addıma keçirdik və s. və axır. Yəni ki, bu algoritm xətti idi. Yeni kim gəldi? Bu kimdir? Natiq müəllim. Natiq müəllim. Bəli. Natiq müəllim, necəsən? Ses gəlmir. Ay Natiq. Natiq. Beşdir. Okey, özür dilərim. Evdən pişməyik, qonşudan gəlməyik. Deməli, biz bu əməliyyatları sadəcə və sadəcə bu formada ardıcıl bir şəkildə yerinə yetiririk, alınır, nəsə işləyir. Amma məsələ ondadır ki, real həyatda vəziyyət belə olmur. Heç vaxtı biz nəyisə sadəcə bundan sonra bunu, bundan sonra bunu, bundan sonra bunu olmur. Yəni, məsələn, hətta və hətta onu qızlar yaxşı bilirlər. İndiki qızlar yox, əvvəlki qızlar. Bizim vaxtımızdakı qızlar bilirdilər. Yəni, hansıysa yemək pişirmənin tərifi var, resepti var və ya nə bilim, hansısa tortun tərifi var və ya nə bilim, nə filan feşməkən. Eyni tərifdən orada yazılıbdır. Yumurta lazımdır, bu qədər un lazımdır, bu qədər nə bilim, şəkər lazımdır, yağ lazımdır filan feşməkən. Ondan sonra bunu götürürsən, bununla qarışdırırsan, bıçalırsan, xaldinika qoyursan, bura tökürsən, nə bilim, neçə dərəcədə, neçə dəqiqə pişirirsən filan feşməkən, çox. Yəni, prinsipcə ardıcıl bir şəkildə yazılmış reseptdir. Amma dediyim kimi, onu denəyən qızlar bilirlər ki, eyni reseptlə 3 nəfər nəsə bir şey pişirmək istəsə, birində alınır super möhtəşəm bir şey. Birində alınır, belə, heç ağzına alınmaq mümkündür. Üçüncüsündə ümumiyyətlə heç nə alınmır. Necə olur? Secret ingredient deyə bir şey yoxdur. Tamam mı? Yəni, əslində bütün hər şey reseptdə yazılıb, amma məsələ ondadır ki, orada şərtlər bir damcı fərqli ola bilər. Və o şərtdən asılı olaraq fərqli insanlarda fərqli şeylər fərqli şəkildə alına bilər. Hətta və hətta eyni reseptlə belə, yəni ki, bugün pişirsən nəsə, sabah pişirsən nəsə, bir ay sonra pişirsən, 3 gün sonra pişirsən, hər dəfədə fərqli alınacaq. Elə bir şey də var. Tamam mı? Niyə görə? Çünki orada bəzi şeylər var, hansılar ki, reseptlərdə adətən bəlkə göstərilmir, bəlkə də nə bilim nə. Nədən asılıdır bu? Şərtlərdən asılıdır. Məsəl üçün tutalım ki, gedirsən marketdə yumurta almaq. Düzdürmü? Yumurta alırsan marketdə. Oradan? Şükür. Başqa nə alırsan? Yumurta həmişə eyni mi olur? Yumurta hər zaman eyni mi olur? Yox, xeyr, nətər olur? Bir gün kvadratdır, bir gün piramidaldır, bir gün... Bakıyorsun boy olarak qiymət olur. Bəli, heç olmasa boy olarak.
Yəni, boy olaraq bu boyda olan yumurta ilə boy olaraq bu boyda yumurta yəqin ki, fərqlidir də həcminə görə. Deyəndə ki, reseptdə 2 dənə yumurta qatmaq lazımdır. Orada yazılır bu boyda olsun, yoxsa bu boyda olsun. Hətta bəzi yumurtalar olur ki, arada bir alırsın, içindən 2 dənə sarısı çıxır. Və yaxşı, o cür yumurta olsa, onun bir dənəsini 2 kimi saymaq lazımdır, yoxsa 2 dənəsini vurmaq lazımdır. Başa düşürsünüz? Yəni ki, orada şərt də olmalıdır. Əgər yumurta böyükdürsə, 2 sarılıdır, sonra bir dənəsini qatırsan. Əks halda isə bir dənəsini qatırsan. Əgər yumurtanın boyu balacadırsa, onlardan 3 dənə qatmaq lazımdır. Əks halda 2 dənə qatmaq lazımdır. Belə bir resept siz heç vaxt heç bir yerdə görənməzsiniz. Tamam? Yəni ki, bəzi şərtlər var, hansıları ki, inana. Yəni yumurta çox bəsit bir şey. Yumurta pişirə bilirsən? Nətər pişirirsən? Tərif elə, alqoritm ver. Muradın yumurta pişirmə tərifi. Buyurun, qızlar, qulaq asın. Siz heç onu da bilmirsiniz. Buyurun. Necə pişirirsən? Yumurtanı tavanı. Soyursan yumurtanı. Kimi? Hamısı eyni anda böyle hop tava yatırsan, qabuqlu zatlayır. Kənara qoyursan. Aha, sonra. Sudarıya. Tavanı koyuram. Sonra yağ tökürəm. Yağda qısır. Ondan sonra yumurta ısıtır. Qızır əriyir. Qızır əriyir. Qızır, yağ. Duru yağ istifadə edir, yumurta pişirmək üçün. Baxsay, sonra. Ben şöyle yandım. İsterden sonra yumurta ısıtırıram, tökürəm. Sonra tuzluyuram. Ondan sonra pişən əgər sarısı ağı tam ağardı, ondan sonra altı söndürürüm. Başa sarısı tam sarılmayıbsa. Sarısı qorxusu. Sarısın qorxusu yoxdur. Yəni Ağın üstü. Yes. Misal üçün Muraddan tərif, düzdürmü? Yəni ki, mənə desəydilər ki, yumurtanı pişir. Mən birinci soruşardım ki, sən nətər yumurta istəyirsən? Yumurta qızartma, yoxsa soyutma? Məsəl üçün, qızartma desən, deyəcəm ki, sən istəyirsən omlet, yoxsa qlazok. Yox, soyutma desəydin, soruşardım ki, bərk, yoxsa rafadar, yoxsa, nə bilim, lab, yox. Soyutma, nə pomidorlu. Ya da yumurta paşot. Bilsən paşot nədir? Yox, bilmirsən, nə biləsən. Nədir paşot yumurta? Sən də bilmirsən, görsən, heç nə bilmirsən. Okey mi? Вот. Hətta desən ki, mən qlazok istəyirəm, burada soruşmaq lazımdır ki, qlazokun sarısı bərk olsun, yoxsa yumuşaq olsun. Başa düşürsən, yəni burada bir vaqon şərt var. Bir vaqon şərt var. Və əsas şərt bilsən nədir? Yumurtanı qoymamışdan qabaq stolun üstünə onu yumaq lazım. Vallahi. Yumurta bilsən hardan çıxır? Mən bence de yumurtayla göbələk, onlar yuyulanda içinə çekilir. Və sən mənə deyim. O xaladelnikə qoymamışdan qabaq yumurtanı yumazlar. Amma xaladelnikdən ki çıxdı, sən onu uje pişirəcəksən də onu saxlamayacaqsan ki, o zaman yumaq lazım. Yoxsa bax, 95%lik zəmanətlə deyirəm ki, sən onu tavaya çırptığın zaman mütləq şəkildə onun bir dənə qabığı da orada düşəcək. Bir daha soruşun, bilsən də yumurta hardan çıxır. Ay sağ ol, bax, görürsən? Onun üçün yumaq lazımdır. Deməli, buna görə də, yəni ki, bizim proqramlaşdırma da, necə deyərlər, real həyatdakı hadisələri hər zaman layihələndirdiyinə görə və ya belə deyək də, layihələndirdiyinə görə deməyək, avtomatlaşdırdığına görə biz mütləq şəkildə şeyi nəzərdə tutmalıyıq ki, ola bilsin ki, bizdə, məsəl üçün, tutalım ki, müəyyən şərtlər əmələ gəlsin və o şərtdən asılı olaraq biz hərəkət edək. Yəni ki, tam belə ardıcıl bir şəkildə həyat zühur eləmir, biz seçim qarşısındayıq. Seçim belədir ki, yəni soruşursan, hansı növ sən yumurta istəyirsən? Yumurta, hansı növ istəyirsən?
Kızartma yoksa soyutma? Ha, tamam. Şeyden soruştuk, Mesut'tan soruştuk ki kızartma mı hoşluyorsan? O da bəli, cevap verir ki, bəli, kızartma hoşluyormuş. Hansı kızartma hoşluyorsan? Omlet yoksa glazot? Omlet hoşluyor. Bak, o görürsünüz yavaş yavaş çıkır. Ha. Bu arada omletlerin de növü var. Bir Japonski omlet var. Aha, bəli. Bir de Naxçıvanski omlet. Naxçıvanski omleti bilirsiniz necə pişirirlər? Bilmirsiniz. Qazanı doldururlar yağla bu boyda. Özü Muradın tökdüyündən o semçika yağı ilə lop 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 bu boyda doldururlar. Okay? Ha. Ondan sonra arada bir onun içerisine bal katırlar. Ha. Onun için de bir vagon yumurta tökürlər böyle. Yumurta o yağın içinde başlayır böyle fokur fokur qaynamağa. Ha. Ondan sonra onu yiyirlər. İşitməmisiniz? Naxçıvan qanağı. Aha. Bak. Ordubad qanağın hazırlanması. Bak gösterim size. Yani bunu bilməsəniz yani hayatınızın yarısını boşuna yaşamışsınız. Bak burada bu kimdi? Bu şeydi, zattı. Aynur Talıbovadı. Siz onu da tanımırsınız 100%. O bu dəqiqə Amerikada yaşayır. Ha, jurnalist. Yes. Baxırıq. Bunun səsi niye çıxmır? Ses. Bak görürsünüz yağı doldururlar qazana. Aha. Şimdi bunlar kere yağını doldururlar. O yumurtalar geldi. Gördün mü? Baba. Gördün ne kadar yağlı? Kazanın yarısı yağ. Bu boyda yağlı. Ha, bak. Yumurtaları çırpır oraya. Vurur sonra onları. Bak. Ucu töktü oraya. Ha, var töktü bak. Baba çaldı baba. Yağın içine tökür onu. Bal. Yine içine bir miktar ben bakıyorsunuz. Sonra yine ateşin üstüne koyuyorsunuz. Ondan sonra yine bir fincan, bir büyük fincan saf balığı yavaş yavaş böyle el bilgiye geçiyor içerisinde. Onun içine karıştırıyoruz. Yağ. Sonra biraz biraz Azerbaycanlı da bu. Bir de hemen bir de filmcilerin giyilen. Münir Hanım'ın eli hazırlanmış. Çocuklar usulü sarına. Bir olsun. Вот. Bilirdiniz Azerbaycan'da belə bir yemeğin mövcudluğunu. Öğrenin de görme aparmayacağım ki. Ha, bu da işte yani ki Allah'ın qayganağı hakkında demək olar ki hiçbir şey bilmirsiniz. Ha. Вот. Belə işler. Onun için burada sual veririk. Naxçıvan qaygağını xoşlayırsan? Yox. Ha, eğer yok deyirsansa o zaman gelirsen bu tarafa. Ha diyenler gelirler bu tarafa. Vəbşə ümumiyyətlə bütün hayatımız müəyyən seçimlerden ibaret. Bu nağıllarda belə var idi ki, yani gelir yol ayrıcında bir tane daş var, daşın üstüne gelir deyir ki, sağa gidersen ne bileyim filan.
Sola gedərsən, nə bilim filan. Yəni və orada da seçim eləmək məcburiyyətində idi bizim qəhrəmanlar. Mümkünmü? Vot, belə işlər. Bu cür seçim məsələsi bizdə hər zaman olacaqdır. Tamam? Yəni ki, bu cür alqoritmləri, yəni buna xətti alqoritm deyirlərsə, buna isə deyirlər budaqlanan alqoritm. Yəni ki, bu bizim misal üçün false ayağıdır, bu isə true ayağıdır. True doğru deməkdir, false isə səhv deməkdir. Yəni ki, bunun üzərində ümumiyyətlə kompüterin məntiqi qurulub. Belə ki, bizdə kompüterdə bütün hər şey 0-1 məntiqi üzərində qurulub. Okay? Ya nəsə var, yəni elektrik var, enerji var. Ya da ki, yoxdur. Yəni sıfırdır. Выключатель tık, işıq yanır, işıq sönür. Tamam mı? Bunun üçün də buradakı suallar qısa və konkret olmalıdır. Sual elə verilməlidir ki, bunun konkret cavabı ya hə olmalıdır, ya yox olmalıdır. Ya true olmalıdır, ya false olmalıdır. Ya sıfır olmalıdır, ya nəsə başqa bir şey olmalıdır. Tamam mı? Yəni beləncə. Yəni bu cür şeylər isə belə deyək ki, məntiqi müstəvidə adətən, yəni ki, onu biraz da riyaziyyatla qarışdırsaq, adətən bu cür suallardır ki, yəni ki, bu nədənsə böyükdürmü? Və ya bu nədənsə bərabərdirmi nəyəsə? Və ya bu nədənsə kiçikdirmi? Formasındadır. Yəni ki, bu cür şeylərdən, yəni böyük, kiçik, bərabər filan peşməkən biz yəni ki, suallarımızı eləyirik. Formalaşdırırıq ki, daha sonra bundan işləmək mümkün olsun. Belə ki, indiyənəcən bizim istifadə elədiyimiz əməliyyatlar cəbri əməliyyatlar idisə, keçən dəfə baxmışdıq. Bizim müxtəlif növbəti növ əməliyyatlar isə müqayisə əməliyyatlarıdır. Buradakı şeylər, işarələr bunlardır. Bu equal to'dur, yəni ki, nəsə nəyəsə bərabərdirmi? Okay? Ondan sonra 3 dənə bərabərdir işarəsi var. Bu eynilik işarəsidir, fərqini birazdan göstərəcəm. Ondan sonra, yəni nida ilə olduğu zaman nida inkar deməkdir. Onun üçün bu bərabər deyilmi, fərqlidirmi? Yəni və ya eyni deyilmi sualıdır. Ondan sonra standart şeylər böyük, kiçik, böyük bərabər, kiçik bərabər. Burada riyazi şeylə göstərişlə yeganə fərq bundan ibarətdir. Yəni biz riyaziyyatda böyük bərabəri belə deyil, tərsini yazırdıq. Əvvəl bərabər sonra böyük, amma yəni prinsipcə dilə düzgün yatkın olan şey belə budur. Yəni İngilizcə gedir greater than or equal to. Və ya biz deyirik, yəni böyük və ya bərabərdir. Demək ki, bərabər və böyükdür. Onun üçün belə yazılması əslində daha məntiqə uyğundur. Hərçənd əks halda yazılmaması lazımdır. Çünki o işarə başqa şeylər üçün istifadə olunur. Səbəb sadəcə bundan ibarətdir. Vot! Belə işlər və məsəl üçün gəlin bunu kodlayaq. O biriləri də zad eləyək. O biriləri də baxaq. Bunların hamısı oyda şey nəsə yeniləndi. DevTools for Agent filan feşməkən. Bunlar get-gedə zibilini çıxardırlar bunu. Deməli, misal üçün 5 8-dən böyükdürmü? Desək bu görürsünüz false yazılır. Niyə? Çünki bu düz deyil, yəni bu yalandır. Və ya misal üçün 5 8-ə bərabərdirmi? False'dur. Bəs yaxşı 5 5-ə bərabərdirmi? 5-ə bərabərdir. Bəs yaxşı 5 5,0-a bərabərdirmi? Buna da bərabərdir. Bəs yaxşı 5 misal üçün dırnağın içində yazılmış 5-ə bərabərdirmi? Bərabərdir. Qiymət olaraq eynidir. Amma yadımızdadırsa bizim bir dənə də beləncəsinə zadımız var idi. Burada o false deyir. Çünki bu eyniliyi tələb edir. Eyni nə deməkdir? Həm qiyməti eyni olmalıdır, həm tipi eyni olmalıdır. Bunun tipi number'dır, bunun tipi string'dir. Burada fərq olduğuna görə bu deyir ki, olmaz. Bəs yaxşı, 5 və 5,0 eynidirmi? Eynidir. Niyə? Çünki baxmayaraq ki, bu tam, bu isə kəsirlidir, hər ikisi də number'dır. Bu da number'dır, bu da number'dır. Tamam? Çıx danış, sonra gəlirsin. Nətər məsləhət? Vəssalam. Söhbət sadəcə bundan gedir. Yəni, beləliklə bu kiçikdir, böyükdür işarələrini biz niyə bunda true dedi? Çünki kiçik və ya bərabərdir dedik. O və yası işlədir burada.
Tamam. Bu. Все. Ve salam şu tamam. Bunları da bildiyse o zaman geçirik bizim JavaScript'e. Şartlardan işleme için bizim böyle bir operatörümüz var. If else operatör. Aha. Bu nedir? Bu budur ki bunun içerisine şart yazılır. Eğer bu şart, bura şart yazılır. Condition. Eğer bu şart düzdürse o zaman buradaki ameliyatlar görülür. Aksi halde ise buradaki ameliyatlar görülür. Tamam mı? Bu kadar sade. Tamam. Şu. Ve salam şu tamam. Ha. Ne diyorsun sen? Özü-özünə danışır orada bıdı. Yani ya deyirsən elə deyirsən ki mən eşitim ya da ki elə deyirsən ki mən eşitmeyeyim. Yani ki içində dedin. Eşitsən də yaxşı olar aslında. Yani ağlından nəsə keçibsə 100% onun içərisində heç olmasa bir zərrə qədər faydalı nəsə var. Вот. Onun için bununla artık yani diskriminantınızı burada təhlil edə bilərsiniz. Yani eğer diskriminantınız sıfırdan böyükdürsə o zaman bunlar görülür. Eğer əks halda ise bunlar görülür. Tamam? Mesela neyse. Tutalım ki bizim bir tane inputumuz olsun. Gelin en basit primitif nasıl bir şeyleyek. Tutalım ki burada nasıl bir number olsun. Tutalım ki bunun ID'si olsun. Misal için x. Yes. Bu birinci növbədə həmişə yazmaq lazımdır ki, bizə lazımdır bizim aktiv elementlərimiz. Aktiv elementimiz misal üçün x-dir. Və bunu da həmişə eyni adlı dəyişənin içərisinə biz eləyə bilərik. Saxlaya bilərik. Tamam. Ondan sonra bir tane de aktif elementimiz var. Output için, çıxış için biz istifadə edəcəyik H1'den. Değil mi? Ben H1'e bilirsiniz niye ID yazmamışam? Çünkü H1 onsuz da bir dənə olur. Yani ki ondan 5 dənə olmur ki. Bir dənə dokumentdə. H2 bir neçə dənə ola bilər. H1 bir dənədir. Yaz? Onun için onu tapmaqdan ötürü ID'ye göre aktarmaya ihtiyaç yoktur. Bizim elemente göre biz aktarmak istəyiriksə, bizim query selector diye bir metodumuz var. Yani ki adından da bilindiği kimi bu selector'a göre aktarır. Selector sözünü biz harda istifadə eləmişdik? Option. Yok. Selector. CSS'da var idi bizde selector, var idi bizde property, var idi bizde declaration, var idi bizde value vesaire. Selector tag olabilir selector, class name olabilir selector, ID olabilir selector, ne bileyim neyinse içinde neyse olabilir selector, okey mi? Yani onun için burada biz misal için selector olarak H1'i istifadə edebiliriz. Zaten bir dənədir. Tamam? Ve hem de bir dənədirsə ben onu istediğim mesela tutalım ki değişenin içerisinde şeyleyebilirim. Yani burada istediğiniz adı yazın. Bu ID değil. Bu arada bir tane de şey söyleyeyim mi size? Söyleyeyim. Yeri geldikdə. Deməli, bu X var ha. Elementin ID'sidir də, düzdürmü? Biz bu inputun ID'sini değiştirmek kimi bir axmaq fikir ağlımıza gələ bilər mi? Yəqin ki yox da, bir elemente ID vermişiksə, yani ID değişmir də, yəni sizin de pasportda fin kod var, o değişmir də. Onun için ehtimal ki biz bu değişənə nəsə başqa bir şey mənimsədəcəyik var. Eğer yoxdursa, o zaman biz bunun adını let yox, const koyuyoruz. Burada da eylin qaydada. Yani ki bunların içerisine nəsə başqa bir şey yazmaq kimi bir fikrimiz ola bilməz. Yani bu elementləri göstərən değişənlərdir. Konstantın letdən farkı nədən ibarətdir? Konstant ne deməkdir?
Constant sabit deməkdir. Baxın, əgər bizim məsəl üçün hər hansı bir A dəyişənimiz varsa və biz də bura sabahları deyə bilərik ki, bu 85 olsun. O zaman bizim A-mız olur 85. Hətta və hətta içərisində tutalım ki, Murad da yaza bilərik. O zaman A-mız olacaq Murad. Dəyişə bilir bu, dəyişəndir. Yox, əgər mən konstant burada yazmışamsa. Tamam? Və buraya yazmışam, tutalım ki, okey mi? Tamam? Aha. İndi misal üçün də tutalım ki, bu budur. İndi mən desəm ki, bura məsələn də tutalım ki, hər hansı bir başqa bir adam yazaq. Məsələn, kimi yazaq? Bilmirəm. Polad olsun. Tamam mı? Bu deyəcək zırt. Deyəcək ki, assignment to constant variable. Yəni ki, sən sabit dəyişənə nəsə bir şey assign eləmək istəyirsən. Bu olmaz. Bu değişmir. Bu eyni qalır. Tamam mı? Onun üçün bu dəyişənləri qorumaq məqsədi ilə bunu konstant formasında elan eləmək daha yaxşı olur. Yəni letlə əslində yazsaq heç bir fərqi yoxdur, amma yəni ki, məntiqi nöqteyi nəzərdən bunları konstantla bundan sonra yazacağıq. Neyse. İndi mən nə istəyirəm? İndi burada yoxlayaq. Deməli, X bizim buramızdır. Res query selectorla zad elədiyimiz nədir? Res is not defined deyir. Hemen query selector. Bu nədir? Xiyardır, bu nədir? Yoxdur da. Allah Allah. Bismillah. Tamam. İyi. Ben yazdım bir soru, ben de işleyeceğim. Başka bir soru. Bismillahirrahmanirrahim. Olsun diyelim. Buna göre de 100%. Tak. Okey, yaxşı. İndi nə etmək istəyirəm mən? Mən istəyirəm ki, inputun içərisində bastığımız vaxtı bu bizə bunun müsbət və ya mənfi olduğunu söyləsin. Yəni sadəcə yazsın mənfi və yazsın müsbət. Onun üçün nə edirik? Onun üçün burada şərt yazırıq ki, əgər bizim x-imizin value'su nə vaxt olur mənfi? Müsbət. Sıfırdan böyükdürsə, o zaman h1'in inner istimelinə yazacağıq nə? Müsbət. Əks halda isə h1'in inner istimelinə yazılmalıdır mənfi. Okay. Belə çətin bir kod. Bunun içərisinə özdə nə vaxt yazılacaq? Button üstünə bastığımız vaxtdan. Yəni on click. Məsəl üçün tutalım ki. İşarə olsun. Tamam. Belə bir funksiya olsun. Hansın ki işarəsini tapsın. Funksiya işarə. Və bunun içərisinə bunu qeyd edirik. Baxaq görək. Bizim başımıza nə gəlir? Buraya yazıram, məsəl üçün, nə? 85. OK basıram. Deyir ki, bu müsbətdir. Bəs yaxşı, buraya yazsam -5. Bu deyəcək ki, bu mənfidir.
12 yeni müsbət. Ay Allah. Minus 2 tam onda 0 tam onda 2 mənfi. Yaz. Gözəl. Başka sıfır yazsın. Mesela da. Merdim azarsız olmaz ki. Eğer burada 0 yazsak onda ne diyecek? Ne müsbət ne mənfi deyə bilməz gözəl. Çünkü bu elektron sistemdir. Ha, böyle sıfır yazmış. Ya budur ya budur. Oldu mu? Hə. Onun için bu bize yazır ki 0 mənfidir. Niye? Çünkü sıfırdan büyük değil 0. Ha burada yazsan 0 büyük ve beraberdir sıfırdan. O zaman ne diyecek? O zaman diyecek müsbət. Çünkü eğer sıfırdan büyüktür veya beraberdirse bu müsbət demelidir. Yok eğer sen 0 için ekskluzif nasıl bir şey istiyorsansa. O zaman bizim burada hocaya 2 ayaklı yok, 3 ayaklı ejderha olur. Hərçənd burada bizdə 3 ayak alınmır. Bunu ancak ve ancak belə eləyə bilərik ki, eğer bu düzdürsə, o zaman budur. Tamam mı? Yok, eğer düz değilse, tamam? Yani ki soruşursun ki yumurta soyutma olsun yoksa kızartma olsun. Deyir ki kızartma. Onda soruşursan ki yumurta ameliyat olsun yoksa ne? Neydi? Ameliyat olsun yoksa gazok olsun. Ha. O deyir ki mez gazok ve ameliyat. Ameliyat olsa o zaman üçüncü bir sual verirsen ki bu Naxçıvan ameliyatı olsun yoksa ne bileyim ne ameliyatı? Adam ameliyatı. Ha. Falan feçmeken. Tamam. Burada bakın biz buna ikinci bir şey calamışıq. O zaman aydın meseledir ki bizim bu şalalede o 3 tane ayak var. Ya bu, ya bu, ya bu. Tamam ama aynı strukturdur. Aynı strukturdur. Sadece bir neçə tane sual verilir. Tamam? Yani ki bunun sualı ayrıdır, bunun sualı ayrıdır. Ve yani ki bize de böyle 3 başlı ejderha lazımdırsa biz böyle əlavə bir sual soruşmalıyıq. Yani nedir bu? Eğer düzdürsə bunu eləyir. Əks halda ise bir tane de sual verir. Bir tane de şartımız olacak. Bunu nətər yazırıq? Yazırıq ki əvvəlcə mesela üçün x'in valüsü sıfırdan büyüktürse, büyüktürmü? Deyir ki hə. Onun için deyir ki büyüktürse 100% müsbətdir. Əks halda ise biz bir tane de şart koşuruq. Deyir ki x'in valüsü o sıfırdan kiçiktir mi? Bir mənalı olarak. Dese ki hə, o zaman deyir ki inirişdirmə olsun mənfi. Əks halda eğer ne büyüktür ne kiçiktirsə o zaman yazırıq ki H1'in inirişdirməli olsun 0. Tamam. Aynı şeydi yani sadece buraya ikinci bir sual koşmuş. İndi yoxlayırıq. Mesela üçün drang bize verecek müsbəti, mənfi 3 bize verecek. Mənfisi 0 bize verecek. 0'ı şu bu kadar sade. Çünkü istemiyorsun böyle söz yazmışsın da yokla yine. Yokla. Deme aynısı. Aynısı olduğu zaman aynı şekilde işliyor.
Siz query selector'da zaman ederseniz anlatırız. Ya, Query selector'da zaman ederseniz. ne? H1'e yazdınız size. Ya, Dokumentasyon oluşuyor. ha. Neyin başa düşmedin? Ne ifade ediyoruz? Get element by ID. Neyin yer? Aydıs'a göre gelir. ID'sine göre elementi tapır. Query selector, selector'a göre elementi tapır. Yani sen style'a yazsaydın ki H1'in ne bileyim rengi narıncı olsun. O neyinecekti? O H1'ini narıncı eləyəcəkdi. Bu da H1'e göre onun elementini tapırdı. Yani bunu tekrar yazdım. Hayır, tagleri buna yazırıq. Class name'i de buraya yazabilirsin. ID'sini de yazabilirsin. Yani bunun əvəzinə, X'in əvəzinə misal üçün yazabilirsin. ID'si X olan elementi mənim üçün tap. Okay? Ya da ki, klası nə bilim, nanay olan elementi mənim üçün tap. Və ya deyə bilərsən ki, misal üçün də tutalım ki, məsəl üçün, select'in veya ulenin içindəki, məsəl üçün, lini hansının ki, klası nanay olanını mənim üçün tap. Yani CSS selektörleri yok idi. Buraya istenilen CSS selektörü yazılır. Bize lazım olan H1'dir. Ama query selector bu selektörün olan bir tane ilk elementi götürür. Tamam? Onun için yani burada input olsa ve div olsa ve ne bileyim ne olsa onun için query selector adeten istifade olunur. Çünkü orada #5 tane tag olabilir. Orada bilirsin hansını tapsın. Tapacak birincisini tapacak. Burası o düzgün değil. Ama cami bir dayanırsa yazma olar onu. Tamam? Ne başa düştün? 100%. Determinasyon. Okey, все, bundan kurtardık. Onun için geçirik bir sonraki fayla. Tak, bir tane de fayl. Bir tane de fayl. JavaScript 04b.html. Tutalım ki bizim burada bir tane de tagimiz olsun. Aha. Tak, indi mən sizdən nə istəyirəm? İndi mən istəyirəm ki, mənim üçün kod yazarsınız, hansı ki tapacaq ki, n-in içərisində mənim yazdığım rəqəm təkdir ya cüt. Bəli. Məncə siz onu yaza biləcəksiniz. Yaza bilməlisiniz.
Siz geçenler kavga çeşitlisiniz. Kavga şerefleri çeşitlisiniz kesin. Ona göre ben bir satırda çalıştım. Ceza satırda güzelliğinizi koyuyorum. Secalar ya. Secalar. Şaşırmadan. Ay bir şey. İşte yok işlemizse yukarı bakın görmeden koymuşsunuz. Fonksiyonu hesaplanma ötesine koyuyorsunuz. İşte X yok. Sıfır. Ne kadar geldiniz? Bəli, işlərdən qala 000. Əla. Nəyin qalığı sıfırdasın? En faiz işarəsi bir şey. O nədir? Yəni ikiyə bölünmüşsə, Kim yenə görürsən? Nə yenə bölünür? əgər mən enə böləndə ikiyə böləndə, Yenə böləndə nə? eni ikiyə böləndə qalır. Enin vəlusunu 2-yə böləndə əgər qalıq nədir? Sıfırdırsa, deməli cüt. Vot, dedim axı, bacarırsınız. Nə gözəl. Niyə? Çünki yəni qalığı da bilirsiniz, ondan sonra nə bilim ifi də indi keçdik. Tamam, başımız da var, maşallah. Onun üçün bura bir də 10-cilik yazırıq. Bura bir dənə, məsəl üçün, nəsə yazırıq? Go yazırıq. Nə? Ədəd demişsən? Ədəd. O ədəd olmaq məcburiyyətindədirmi? Bəlkə saydır. Tek cüt ola bilər. Aa, ne güzel. Tamam. Tek cüt. Tek cüt. Na 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 ya kim sir saklayan ya bir olar, sir saklayan ya bir olar ya kim. Ha? Yes. Buraya yazarıq əgər deməli bizim enin vəlusu 2'ye bölündü. Mesela için beraberdirse neye? 1. O zaman H1'e inir işleminle yazacağız ki ədəd tektir. Oha. Əks halda ise H1'in inir işleminle yazacağız ki bu ədəd cüttür. Bir şey var. Her şey. O elinizi aşağıda yazsın olar. Ne? Elinizi o şeyin yanında yazmışsınız. Olar ama aşağıda yazın. Ona düşünün. Yani belə. Niye? Küçük yazın. Niye de niye?
Yaza bilərsən, niyə? Yəni sən həmişə soruşursan ki, bunu başqa cür eləsəm olar. Niyə də sən bütün hər şeyi başqa cür eləməyə özünə borc bilirsən, hə? Ya eksperimentallıq gözəl bir şeydir. Amma bilirsən, Azərbaycan xalqı çox konservativ xalqdır. Ya bundan əlaqədar sən başın bir xeyli ağrıyacaq. Lazım deyil də, yəni bu bütün hər şeyin qayda qanunu var. Məsəl üçün boşqab bura qoyublar, bunun sağ tərəfinə bıçaq qoyurlar, sol tərəfinə çəngəl qoyurlar. Sən desən ki, bunu tərs qoysam, olar təbii ki. İmtahası gələn qonaq deyəcək ki, nə gözəl, qızın etiketdən xəbəri yoxdur. Ne değişti? Hiçbir şey yani. Sadece nanay. Öyle düşün. Veya misal için de tutalım ki süfreye evvelce çöreği getirirler. Ondan sonra yemeği getirirler. Sadece yemeği getirmişsin. Çörek süfrede yok. Onu da getirmişsin yarım saat sonra. Ne diyecekler? Diyecekler ki bu kız evde kalır yani. Yani çünkü bütün her şeyi tersime sef ediyor. Onlar yani mahiyyət değişmir. Axırda yenə də burada süfrədə çörəyi də olur, duzu da olur, yeməyi də olur. Amma yəni cəmaət bunu ildən ilə eyni formada eləyirsə, özdəki hamı bu formada eləyirsə, sən niyə bunu tərsinə bilməlisən? Biraz gözünü sen. Okey də yəni gözün təzə açılır da. İndi öyrəşsin gözün. Yəni sən niyə onu səhv şeyə öyrəşdirirsən? Səhv deyil, yəni ki, prosto bütün herkes bu şekilde yazırsa, sen bunu niye başka cür yazmalısın? Sen onu harda başka cür görmüşsən ki? Hı? Mesela üçün də tutalım ki, GS if condition. Baxırıq. Mesela üçün if else. Ha, buradaymış. If else. Bak necə yazılır. Görürsən? Ya gözünü açsan göreceksin ki bütün dünya onu bu formada yazır. Gözün öyrəşməyib. Öyrəşdir də. Prosto düzgün şey öyrəşdir. Səhv şey öyrəşdirmə. Sabahları maşın sürəcəksin. Sağ deyəcəklər ki, əvvəlcə tormozu bas, ondan sonra qaza bas. Sən tərsinə eləsən, 100% var eləyəcəksən. Niyə də niyə? Bunun qaydası budur. Qaydası. Hə, o formada yazsan olar mı? Olar, problem yoxdur. Yəni çəngəli sağda qoydun, solda qoydun, yuxarıda qoydun, bir şey qoymadın. Fərqi yoxdur. Axırda yemək yenə də yeyiləcək. Prosto təəssürat dəyişir. Özdə sənə qarşı olan təəssürat dəyişir. Sənə lazımdır? Yox. Təbii ki lazımdır. Nə lazımdır? Amma əslində sizə bir şey söyleyeyim mi? Söyleyeyim. Bu mütərzələr bilirsiniz nə üçün lazımdır? Bu mütərzələr içərisinə bir neçə dənə şey yazmaq üçün lazımdır. Əgər bu halda sən bunu eləyəcək, həm başqa bir şey eləyəcək, həm başqa bir şey eləyəcəksə, o zaman burada mütərzələr qoyulur ki, bütün bu əməliyyatlar bu halda olunur. Və ya burada da ola bilsin ki, bir neçə dənə əməliyyat olsun. Yox, əgər əməliyyat cəmi bir dənədirsə, tamam? O zaman bu mütərzələri vəbşə ümumiyyətlə yazmaq məcburiyyətində deyilsiniz. Tamam? Bu şəkildə də işləyər. Tamam? Hello. Sənin üçün deyirəm, amma bu sənin sualının cavabıdır. Hə. Okey mi? Bu bir. Onun üçün burada istəyirsən bundan sonra 10 dənə boşluq qoy. Fərqi yoxdur. Tamam? Prosto niyə? Bu eyni strukturdursa bunu aralı yazmanın bir mənası var? Yox. Hətta və hətta. Yəni ki, bunu çox rahat bir şəkildə bununla eyni sətirdə də yaza bilərsiniz. Tamam mı? Bu yenə də işləyəcək. Heç bir fərqi yoxdur. Okey mi? Aha. Nə gözəl. Bunu aydınlaşdırdıq. Bu işləyirmi? Bir də yoxlayaq. Bəlkə işləmədi. Harada? Sıfırda niye iliştin ki? Tamam. 0-2'ye bölündü neçədir? Qalxı var? Yok, tamam, o zaman bu cüddür.
Niye ilişkin kalıbsa? Yani onun boş beraber sıfır yazanda gelsin ki sıfır netleştiğini de diyor. Böyle cevap yazsın. O yani mesela Yusuf riyaziyatıdır. Teze çıkıp o. Yok yani en başında onu sıfıra beraber olduğunda. Kardeş, tek ve cüt ədədlər, tamam mı? Burada yazılır. Cüt ədədlər ikiye qalsız bölünen tam ədədlərə deyilir. Nümunə olarak -6, -2, 0, 8, 12 vesaireni gösterme olarak 0 ədədi ikiye qalsız bölündüğünden bu ədəd cüttür. Gözünüzden niye hokka çıkartırsınız? Ben başa düşmedim. Evet. Evet. İndi görmüşsün. İşte böyle gördüm. Bu orta məktəbin səhv eləmirəmsə 4-cü sinif idi. İbtidai məktəb diye. Oxumamısan 4-cü sinif. Bu yaşa kadar gelmişsən sıfırın cüt olduğunu bilmirdim. Bu informasyon almış. Ben ne diyeyim? Ama bize geçilir bir sıkıntı değil mi? Hiç öyle bir şey. Sir saklayan ya bir olar, sir saklayan ya bir olar, ya bilsen niye? Çünkü siz 14. sınıfta geçtiğiniz için 4. sınıfta menfi ədədləri hələ keçmirlər. Altına gitti. Ya ki. Öğrenin de. Yorum yaparmayacağım. Ha, evet. Size Allah bilir məktəbdə keçəndə fizikadan ve astronomiyadan keçiblər ki, Güneş sisteminde 9 tane planet var. Hə? Aklınızın kursu bağlı Yani. Okay. Azerbaycan əlifbasında qabaqlar apostrof diye bir simbol var idi. Apostrof. Hazırda yoktur. İşte ne olsun. Yes. Deməli. Okey. Bu bir tərəfdə qalsın. Hərçənd mən istəyirəm ki, bunun üzərində bir dənə də şey eləyək. Belə ki, bunun mən sizə başqa bir yazılışını da göstərim. Gerek uzunluğu da saklayardık. Yani bilersiniz ki orada artık müterzer filan peşmeken vesaire var. Bunun daha kısa yazılışı da var. Ona ternary operator deyilir. Ternary operator o vaxt istifade olunabilir ki bizde her iki ayakta hem true'da hem false'da ya eyni değişene sadece ve sadece farklı kıymetler yazılır. Ya da misal için tutalım ki eyni inner HTML ve eyni ne bileyim ne, yani sadece ve sadece farklı kıymetler yazılır. Eğer öyle bir hal varsa biz onu ternary formasında yazabiliriz. Yani bütün her şeyi ternary'de yazmaya çalışma ihtiyaç yoktu ama bazıları yazabiliriz. Bu neler baş verir? Bunu iki defa yazmamaktan ötürü ki H1'in inner HTML'i beraber olsun buna, else halda H1'in inner HTML'i beraber. Bir defa yazırıq ki H1'in inner HTML'i beraberdir. Eğer bu şart soruşuruq, bu düzdür. Eğer hedirsə cevap o zaman bu bunu icra eləyəcək. Əks halda ise bunu yazacaq. Şu an. Bunun adı ternary operatordur. Yani H1'in inner HTML'i beraberdir. Her iki halda H1'in inner HTML'i beraberdir. Neye? Eğer bu şart düzdürse o zaman buna. Əks haldaysa buna. Öyle bir şey demişim ben. 3 tane olduğu zaman ne değişir? Hı? Görün bakalım ne değişir. Bunu da kommente alırım. Bu kalsın. Değil mi? Ergin alır. Aha. Ondan sonra onu inleyeceğiz. Ondan sonra bakırıq diyor ki burada
H1'in enerjisi deməli bərabərdir. Burada H1'in enerjisi deməli bərabər. Burada H1'in enerjisi əslində eyni H1'in enerjisi deməli bərabərdir. Amma 3 dənə fərqli şey var. Müsbət, mənfi və 0. Bunların da müəyyən bir zadı var. Niyə bilərik burada? Burada yaza bilərik ki, burada yaza bilərik ki, H1'in enerjisi deməli bərabərdir. Əgər x-in vəlusu 0-dan böyükdürsə, o zaman müsbətə. Əks halda, əgər x-in vəlusu 0-dan kiçikdirsə, o zaman mənfidir. Əks halda 0. Bu üçlü də olsa, beşli də olsa, 15'li də olsa heç bir fərqi yoxdur. Bu formada bunu yazır. Və bu daha oxunaqlı bir formadır. Niyə? Çünki burada sırası bilinir ki, H1'in inreş deməli ola bilər ya müsbət, ya mənfi, ya da 0. Nədən asılı olur? Buradakı şərtlərdən asılı olur. Amma heç vaxt millət yadınızdan çıxartmayın ki, əgər bizim ifimiz var, yəni terneri fərqi yoxdur. Burada ayaqlardan ancaq və ancaq bir dənəsi true ola bilər. Ola bilməz ki, bu da düzdür, bu da düzdür, bu yox. Əgər bu düzdürsə, o birilərə uca baxmır. Onlar uca yoxlamır. Əgər bu düzdürsə, o birilərə uca baxmayacaq. Okay? Ancaq və ancaq bir dənə ayağı düzdür. Tamam? Yes. Yaxşı. Bu sualı da cevaplandırdın mı? Əla, süper, möhtəşəm. O zaman burada mesela bir dənə də balicə bu boyda. Bir dənə soxuş göstərir. Mesela üçün siz mənə deyirdiniz ki, buradakı şərt olsun, n'in vəlusu 2'ye bərabərliyə çarp 0'dırsa. Niyə mən bunu 1 yazdım sizcə? Sen ne deyirdin? Dedin ki n'in vəlusu 2'ye bölünəndə qalıq 0'dırsa, o zaman cüt olsun. Ben ise demişim ki n'in vəlusu 2'ye bölünəndə 1 olsun. Niye? Mənfi ərədir məsələn. Bilmirəm. Yox. Ona görə deyil. Bilirsiniz niyə? Çünki mənim bir gələcəklə əlaqədar bir planım var. Belə ki, baxın, məsəl üçün də tutalım ki, 85 2'ye bölünəndə qalığı 1'dir. Düzdürmü? Ya da 0'dır. Ama 1 veya 0 true veya false değil aslında. Düzdürmü? 1'dir veya 0'dır. Yani biz tam ədədləri əgər təhlil eləyiriksə, 0 veya 1'dən başqa hər hansı bir qalıq olma ihtimalı var mı? Yox. Düzdürmü? Ya 0'dır, ya 1'dir. Okey. Bu 1 veya 0 bunları məntiqi müstəvidə bunlar Boolean əməliyyatlar hesab olunur. Boolean bilirsiniz nədir? Yox, Boolean sözü nə deməkdir? Bir də dayday var idi, adı, soyadı, yəni ümumiyyətlə adı John Boole. Boole onun soyadıydı. O məntiqi cəbri icad edir. Okay mi? Onun üçün məntiqi cəbrə aid olan şeyləri Boolean adlandırırlar. Yəni ki, Boolean cəbrinə aid olanlar. Okay mi? Burada bəli, true veya false okeydir. Amma 0 false'dur. 1 isə true'dur. Tamam mı? Ədədlər zadında. Tamam mı? Onun üçün burada mən yazsam 85 2'ye bölünəndə qalıq. Neçədir? 1'dir. Onun üçün bizə true verəcək. Məsəl üçün 88 bölünsün 2 qalıq neçədir? 0'dır, bizə false verəcək. Tamam? Bu ifadənin özü belə true veya false verə bilir. Onun üçün burada mən bu hissəni yazmasam da olur. Bunun qalığı 1 olsa bu true olacaq. Onun üçün mənə deyəcək ki, ədəd təkdir. Tamam, əgər 0 olsa false olacaq, o zaman mənə deyəcək ki, vücuddur. Tamam? Okay?
Biraz da sadeleştirdim. Hatta ve hatta size bir tane de şey söyleyeyim. Burada cəmi cümleten bir tane ifade olduğuna göre buradaki mütezeleri yazmasak da olur. Ya mutlaka yazsın üst yazsın demiştim. Hı? Herkese düz yazsın demiştim. O zaman ters işleyecek. Yani burası bir olanda diyecek ki cüddü. Cüddü lafı. Bu onun düz olduğu halde, bu ise onun səhv olduğu halde. Tamam? Yani değiştirirsen ters olacak. Yani yine de sual. Niye değiştirirsen axı? Ya lazım olsaydı değiştirerdik de. Burada ben 2 əvəzində 5 yazsam ne olur? Karışık yapmışım. Yani niye değiştirim? Yani tek cüt o vaxtıdır ki 2'ye bölünəndə. Niye demirsin ki 5'e bölünəndə? Çünkü o zaman tek cüt olmayacak da. Yes. Okey. Bu formada değiştirdik. Bu hələ də düz işləyir mi? Yoxlayırıq. Görürük ki hələ də düz işləyir. Yani mənfi 5 de olsa diyecek ki bu təkdir. 0 da olsa diyecek ki bu cüt. Tamam? Onu buradan da 2 tane olur. Ha? Buradan da 2 tane olur. 2 dənə. Hadi ya tek olur ya cüt olurdu. Başka nəsə olur ki? Şey değil, benim mesela bir daha. Ne olur? Yani ya tekti ya cüttü. Başka bir şey yok. Yaxşı. Oy mama öldürdün beni. Sir saklayan ya bir olar, sir saklayan ya bir olar, ya kim? Tak. Yaxşı. Neyiniyək sizdən bir dənə də şeyləyək. Cısı ne olur? C olacak. Oy oy oy. Burada bizim olacak bir tane inputumuz. Hatırlıyorsunuz da bunları geçmiştik hamısını. Azıcık bir kısmı. Ne güzel. Ha, belə işlər. İndi mən nə istəyirəm? Baxaq buna. Belə bir vəziyyətimiz var. Mən istəyirəm ki, bura, məsəl üçün, yazanda tutalım ki, Emil. Və basanda OK-yə, burada desin ki, salam Emil bəy. Ya da hello Mr. Emil. Ya da bura yazanda, məsəl üçün də tutalım ki, bilmirəm kimi yazanda, kim yazaq? Səni, sənin adın nədir ki? Baxın burada. Ayan. Uyla. Tak. Bura Ayan yazanda və bunu seçəndə bizə desin ki, salam Ayan xanım. Məsəl üçün. Tamam? Вот, belə bir şey istəyirəm. Yani seçilmiş inputtan asılı olarak bize ya salam bu ya salam o verecek. Ya salam filan kes bey ya salam filan kes hanım. Okey.
qeyri-ənənəvi nəyimiz var? M və F inputlarımız var. Düzdürmü? Yəni ki bu budur, bu budur. Okay mi? Biz hardan biləcəyik ki onlardan hansı seçilib? Yazsaq ki bunun tutalım ki value'su nədir? O deyəcək ki onun value'su 10. Desək ki F'nın value'su nədir? Deyəcək ki F'nın value'su da 10'dur. Yəni ki bunlar value ilə fərqlənmirlər. Elementlərə baxsaq bunların fərqi nədir? Bu checkdir, bu nicheckdir. Yəni baxırıq M məsəl üçün checkdirmi? Deyir ki true. Bəs yaxşı. F checkdirmi? Deyir ki false. Yaxşı, bəs mən bunu dəyiştirsəm, o zaman M checkdirmi? False. F checkdirmi? True. Şu. Və salam şu tamam. Onun üçün hər hansı birinin check olub olmadığını yoxlamaq kifayətdir və bu da ya true'dur ya false'dur. Onun üçün buraya yazırıq ki əgər misal üçün M checkdirsə, yəni true'dursa, o zaman nə yazacağıq? Message'in inner HTML'inə yazacağıq. Məsəl üçün salam. Aha. Tak. O değişenler olduğuna göre ben burada istifade ediyorum backticklerden ve burada interpolasiya ile yazacağım name'in value'sunu. Salam filan kəs M çektirsə bəy olacak. Excel'da ise olacak salam filan kəs xanım. John. Bu kadar. Burada çetin ne yok mu? Yok diyorum. Bura yazırım. Mesela için. Email. Mail'di. Okey. Diyor ki salam Mehmet Bey. Buraya yazırım. Bayan. Büyük harfle. Bunu da seçerik. Bize diyor ki salam Ayhan Hanım. Tamam. Nasıl bir sualım var öyle? Bütün sualları Ayhan veresi değil yani. Siz de verebilirsiniz. Ayhan böyle bir ne bileyim. Acan. İkisi de bey oldu. Yani her ikisinde de bey yazsan ikisi de bey olacak. Cevidi kapatmışlar. Bunların adlarını yoxla. ID'lər. Biri F, biri M'dir. Özün tap səhvi. Bura bax. Baxırsan inputlara. İkisi biri F, biri M'dir mi? 100%. Aha. Ondan sonra burada biri F, biri M'dir mi? Bunları da yoxla, bunları da yoxla. Direkt shift deyək ki düzdür. Ha.
Hemen de oldu. Hemen de bir yapsın. Ben son bence ben hiç yazmışım. Bence ben gördüğüm hiçbir denizden Pardon. Ben ne yazıyorum? İstedim yazıyorum. Aydın meseledir ki bu güzeldir, süperdir, muhteşemdir ama birincisi burada da mesajının reşitemiline filan feşmeken zırt var. İkincisi de buradaki yazılar da demək olar ki eynidir, değişen sadece Bey Hanım söhbətidir. Tamam mı? Onun için yani ben şahsen ya bu tamamıyla doğrudur ha. Yani ki burada bu iş hiç kim irad deyə bilməz ki nəsə bir şey səhv yazmış. Ama gösteririm size ki daha güzel bunu necə yazmaq olardı. Bakın eğer her iki halda mesajının reşitemiline salam, ad, ondan sonra bu yazılırsa burada sadece fark bey yoksa hanım. Yani değişen hisse bey hanım. Düzdür mü? Eğer bu değişen hissedirse ben buraya bir de değişen koyacağım. Değişenin adı ne olsun? Mesela için kitap. Kitabın İngilizcesi nedir? Mesela için title. Okey mi? Ve bunun əvəzinə yazacağım ki eğer M çektirse o zaman title'ım olsun mesela için bey. Tamam mı? Excel'da title'ım olsun mesela için hanım. Şu. Uzun niye yazırıq? Bu bir. İkincisi bunun her iki halda da yani title beraberdir neyse burada da title beraberdir neyse iki defa bunu neye yazırıq? Bunu bir defa yazabilir ternary, yazabilir kilit, title diye bir değişenimiz olsun. Hansı ki eğer M çektirse olsun ve Excel'da ise olsun hanım. Hatta burada müterzelere ihtiyaç yoktur çünkü ümumiyyətlə ve hatta buradaki dırnaqları da düz dırnaq eləyə bilərik rahat bir şekilde. Çünkü interpolasya getmir. Yani yine iki satırdı ama yani çok daha tekrarsız bir kodumuz əmələ geldi. Tamam? Yani millet her zaman şeye bakın, kodunuza bakın. Eğer hardasa görürsünüz ki bizde nəsə tekrarlanırsa o demektir ki biz neyse hardasa demirəm ki səhv eləyirik ha. Daha optimal yaza bilərik. Okey mi? Çalışın ki sizin kodunuzda hiç ne tekrarlanmaz. Tamam? Bugünlük bu kadar. Tamam? Aha. Tapşırıq verirəm. Aha. Deməli, bunu bağlayıram.